B variantı 69 nömrəli test nümunəsi. Choose the correct translation. Doğru tərcüməni seçin. Azərbaycan dilində belə bir cümləmiz verilmişdir. BMT-nin əsas missiyalarından biri dünyada siyasi problemləri sülh yolu ilə həll etməkdir. Bu test nümunəsi abituriyentlərdən lüğət bazasının yoxlanmasını, eyni zamanda cümlə quruluşunun bilinməsi və müəyyən olması ilə bağlı biliklərin yoxlanmasını tələb edir. Bunun üçün cümləni biz hissələrə bölməliyik, cümlənin mübtədası və xəbərini müəyyən etməliyik. Və göründüyü kimi burada BMT-nin əsas missiyalarından biri cümlənin mübtədasıdır. Nə? Sualına cavab verir və cümlənin mübtədasıdır. Və A və B variantlarında verilən cümlə mübtədalarına diqqət etirsək, the main mission A və B variantlarında verilən cümlələrin mübtədalarına diqqət etirək. The main missions of the United Nations. The main mission of the United Nations. Burada cümləmizdə biri sözü işlədildiyi halda tərcümədə bu nəzərə alınmamışdır. Ona görə A və B variantında verilən cümlə tərcümələri doğru deyildir. Biz C, D və Y variantlarından biri arasında seçim etməliyik. Və C variantında to regulate və D variantında to argue feilləri cümləmizdə verilən həll etmək mənasını vermir. Çünki to regulate nizama salmaq, to argue mübahisə etmək mənalarını verir. Amma bizdə həll etmək mənasını ifadə edən feili tapmaq lazımdır. Yəni xəbərin ad hissəsində həll etmək feili olmalıdır. Ona görə burada to regulate və to argue feillərini işlədə bilmərik. Doğru cavabımız Y bəndində verilən cümləmizdir. One of the main missions of the United Nations is to solve political problems in the world in a peaceful way. Bu şəkildə cümləmiz tərcümə olunacaqdır. Ona görə 69 nömrəli test nümunəsi doğru cavab Y bəndidir.